Deyirsən, heç nədən xəbərin yoxdur, hə? Baxın, Xavər xanım, mən sizi başa düşürəm. Ailənizi qorumaq istəyirsiniz. Amma bu o demək deyil ki, kimlə necə gəldi danışa bilərsiniz. Bəbir mənə ora getməyi təklif eləməmişdi. Necə yəni? Bəs Bax, görürsən, mənim yerimdə hansı qadın olsaydı bu cür danışardı. Şəklin evimdə asılıb, bu sənin evinə gəl-getlər, bu hadisələr. Bütün bunlar nə deməkdir bəs? Xavər xanım, mən sizinlə açıq danışmaq istəyirəm. Bütün bu olanlar mənim də ürəyimcə deyil. Sizin tam başqa həyatınız var, bizim başqa. Bəbir müəllim birdən-birə bizim həyatımıza, ailəmizə bu qədər yaxınlaşmağı düz məni də narahat eləyir. Gəldin mən deyənə. Bax, ona görə gəldim mən. Gəldim ki, iki qadın oturaq, bu məsələyə son qoyaq. Bu məsələnin bir həllini tapaq. Məsələ orasındadır ki, bu elə bir məsələdir ki, siz özünüz öz ailənizin içində həll eləməlisiniz bunu. Burada mənlik heç nə yoxdur. Yoxdur. Sənə inanıram. Mən nə lazım da eləyəcəm. Amma səndən bir xahişim var. Buyurun. Bundan sonra Bəbir sənin yanına gəlsə, ya zəng eləsə, nəsə desə, mənim xəbərim olsun. Narahat olmayın.